Türkiyənin yerli ümumi təyinatlı helikopteri Gökbey, Türkiyə Aerokozmik Sənayesi TUSAŞ tərəfindən hazırlanıb. Həm hərbi, həm də mülki məqsədlər üçün nəzərdə tutulan bu helikopter Türkiyənin aviasiya sahəsindəki ən mühüm proqramlardan biri hesab olunur. 2 pilot ilə bir yerdə 14 nəfər daşıya bilir. O, şəxsiyyətin daşınması, axtarış, xilas etmə, təcili tibbi yardım və təhlükəsizlik əməliyyatları kimi müxtəlif tapşırıqlarda istifadə olunur. Gökbey saatda 300 km sürətlə uçur. Standart yanacaq ehtiyatı ilə 740 km məsafə qət edir və 4 saat havada qala bilir. İlk prototiplərdə xarici mühərriklərdən istifadə edilsə də, yeni versiyalarda Türkiyədə hazırlanmış yerli TC-1400 turboşaft mühərriki istifadə edilir. Bu mühərrik Türkiyənin yerli aviasiya mühərriki istehsalı sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Müasir rəqəmsal kokpitə və qabaqcıl uçuş sistemlərinə malik olan Gökbey çətin hava şəraitlərində belə etibarlı şəkildə fəaliyyət göstərə bilir. Qısacası Gökbey Türkiyənin müdafiə və aviasiya texnologiyaları sahəsində çatdığı səviyyənin mühüm göstəricilərindən biridir. Hazırda Gökbey Türkiyənin silahlı qüvvələri, jandarma başkomutanlığı, polis təşkilatı və digər dövlət qurumları tərəfindən istifadə olunur. Gələcəkdə isə helikopterin həm daxili tələbatı qarşılamaq, həm də müxtəlif ölkələrə ixrac olunaraq beynəlxalq bazarda öz yerini tutması hədəflənir.